Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Dost TV-nin efirində yenidən xoş gördük hər birinizi. Dövlət Məşğulluq Agentliyi ilə Dost TV-nin birgə layihəsi olan İş Saatını izləyirsiniz. Yeni bir xəbərlə gəlmişəm, qonağımızla birgə müzakirəmiz olacaq və sizə ən son məlumatlarımızı təqdim eləyəcəyik. Başlayaq. Bugün iş saatında əmək və məşğulluq alt sistemində mövcud olan yeni bir funksionallıq barədə danışacağıq və bu mövzumuz işə götürənləri daha çox maraqlandıracaq deyə bilərəm. Qonağımızla birgə sizə detalları ətraflı şəkildə çatdıracağıq. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Mərakeş ilə Azərbaycan arasında məşğulluq sahəsində əməkdaşlıq genişlənir. Xaricdə işləmək istəyənlər üçün yaxşı bir xəbərimiz olacaq. Əlilliyi olan şəxslər üçün təlimlər təşkil ediləcək. Daha ətraflı həftənin xəbər xilasəsində. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında rəsmi səfərdə olub. Nümayəndə heyəti Mərakeş Krallığının məşğulluğun və bacarıqların təşviqi üzrə Milli Agentliyin direktoru Abdullah Çoyih və qurumun aidiyyatı struktur bölmələrinin rəhbərləri ilə görüşlər keçirib. Salev Arabad şəhərlərinin ucqar bölgələrində vətəndaşlara məşğulluq xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmış mobil məşğulluq bölmələrinin fəaliyyəti ilə də yerində tanış olublar. Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan məşğulluğa dəstək layihəsi üzrə Dünya Bankının nümayəndələrindən ibarət missiya ilə görüş keçirilib. Görüşdə agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abbasquliyev işsiz şəxslərin özünə məşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarının dəstəklənməsində layihənin önəmindən danışıb. Qeyd edilib ki, sözügedən layihə çərçivəsində artıq 25 mindən çox şəxsə avadanlıqlar verilməklə onlar üçün təsərrüfatlar qurulub. Dövlət Məşğulluq Agentliyi cari ildə əlilliyi olan daha 5505 nəfər şəxsi işlə təmin edib. Özünəməşğulluq proqramının icrasında digər həssas qruplar kimi əlilliyi olan şəxslərə də üstünlük verilir. Bu ildə agentlik tərəfindən əlilliyi olan 1261 nəfər şəxs üçün özünəməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb. Cari ildə əlilliyi olan 458 nəfər şəxs peşə kurslarına cəlb olunub. Kursları başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilib. Dövlət Məşğulluq Agentliyi əmək bazarının qlobal tendensiyalarını və vətəndaşların artan maraqlarını nəzərə alaraq xarici ölkələrdə rəsmi və təhlükəsiz iş imkanları barədə məlumatlandırma və bu vakansiyalar üzrə işlə təminatda dəstək prosesinə başlayır. Belə ki, qardaş Türkiyədə mövcud otelçilik, gəmiçilik vakansiyaları üzrə 18-50 yaş arası şəxslər müraciət edə bilərlər. Vakansiyalar barədə məlumat almaq istəyənlər agentliyin rəsmi internet səhifəsinə, 142 çağrı mərkəzinə, dost mərkəzlərinə və müvafiq regional məşğulluq filiallarına, həmin iş yerlərində işləmək istəyənlər isə CV-ləri ilə qurumun xaricdə iş@sosial.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər. Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan şəxslərin peşə və karyera inkişafını dəstəkləmək, həmçinin inklüziv məşğulluğa çıxış imkanlarını genişləndirmək məqsədi ilə silsilə təlimlər təşkil olunacaq. Ümumilikdə təlimlərə 30 nəfərin cəlb edilməsi planlaşdırılır. Müraciət üçün isə son tarix 10 dekabrdır və iştirak üçün qeyd olunan onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına müsahibə mərhələsinə dəvət məktubu göndəriləcək. Ötən həftə regional məşğulluq filialları tərəfindən də məşğulluq tədbirlərinin icrası istiqamətində bir sıra işlər gördük. Yeni peşə hazırlığı kurslarına start verilib, işə götürənlərlə görüşlər keçirilib. Daha ətraflı regionda məşğulluq rubrikamızda.
İşğaldan azad olunmuş ərazilərimizdə də məşğulluq tədbirlərinin icrası işləri davam etdirilir. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Zəngilan rayonunda növbəti əmək yarmarkası təşkil olunub. Qarabağ Regional Məşğulluq Filialı tərəfindən isə Xankəndidə təşkil olunmuş peşə hazırlığı kursunun müdavimlərinin qiymətləndirilməsi həyata keçirilib. Daha ətraflı izləyirik. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndində əmək yarmarkası təşkil olunub. Aktiv məşğulluq tədbirində iştirak edən vətəndaşlara vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı ilə Zəngilan rayon Meliorasiya və Su Təsərrüfatı İstismarı İdarəsinin nümayəndələri arasında görüş olub. Görüşdə aktiv vakansiyalar üzrə işə qəbul və işlə təminat məsələləri müzakirə edilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialının nümayəndələri Cəbrayıl rayonu Horovlu kəndinə yenicə köç etmiş 18 ailənin 66 nəfərdən ibarət üzvləri ilə görüşüblər. Görüşdə məşğulluq imkanları ilə bağlı sualları yaranmış vətəndaşlarla fərdi şəkildə söhbət aparılıb, onların məşğulluqlarının təmin edilməsi istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib. Zəngilan rayon Ağalı kəndində daha bir əmək yarmarkası Şərqi Zəngəzur Regional Məşğulluq Filialı və Şirin Agro Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Yarmarkada iştirak edən vətəndaşların işə qəbul üzrə müraciətləri qeydə alınıb. Vakant iş yerləri üzrə uyğun hesab edilən namizədlər işə götürənlə əlaqələndiriliblər. Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən sentyabr ayında Xankəndidə yerləşən Business Tex GV MMC-nin bazasında təşkil olunmuş tikiş avadanlıqlarının operatoru tikişçi peşəsi üzrə kurs başa çatıb. Kursu bitirmiş 49 müdavimin yekun qiymətləndirilməsi aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Altı sistemində aparılan təkmilləşdirmələr çərçivəsində bu elektron sistemdə kvota üzrə iş yerlərinin idarə olunması üçün yeni bir funksionallıq işə salınıb. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər barədə məlumatlar Əmək və Məşğulluq Altı sisteminə inteqrasiya edilib. Bununla da işə götürənlər artıq real vaxt rejimində öz şəxsi kabinetlərindən kvota ilə bağlı bütün məlumatları izləmək, kvota üzrə iş yerləri üzrə prosesi daha operativ idarə eləmək, müəssisələri üçün ayrılmış kvota iş yerlərinin sayını, icra vəziyyətini əmas vasitəsilə görmək, cari kvota üzrə iş yerlərinə münasibətdə öhdəlikləri barədə tam məlumat əldə eləmək imkanı qazanıblar. Eyni zamanda elektron sistem kvota iş yerləri üzrə müraciət edən şəxslər barədə operativ məlumatların alınmasını təmin eləyir və vətəndaşların sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına uyğunluğunu avtomatik təsdiqləməyə imkan verir. Efirimiz davam eləyir, hörmətli tamaşaçılar. Artıq mövzumuzun müzakirə hissəsinə keçid eləyə bilərik. Qeyd elədiyim kimi, bugün biz Əmək və Məşğulluq Altı sistemində məhz işə götürənləri maraqlandıran bir yenilik haqqında danışacağıq. Eyni zamanda sosial tərəfdaşlarla münasibətlərimizə də qonağımızla bərabər müzakirəmiz hissəsində toxunacağıq. Və iş saatının bugünkü qonağı Dövlət Məşğulluq Agentliyinin Sosial Tərəfdaşlarla İş Departamentinin müdir müavini Vüqar İmanovdur. Xoş gördük sizi Vüqar bəy. Xoş gördük. Xoş gəlmisiniz. Çox sağ olun. Vüqar bəy, bir qədər əvvəl xəbəri təqdim elədik. İndi istəyirəm ki, bu barədə daha ətraflı danışaq. Biz bilirik ki, Əmək və Məşğulluq Altı sistemində mütəmadi olaraq təkmilləşdirmə işləri aparılır və eyni zamanda müəyyən yeni funksionallıqlar istifadəyə verilir ki, bu bəzi hallarda işə götürənləri, bəzi hallarda da vətəndaşları daha çox maraqlandırır. Bu dəfə haqqında danışacağımız məsələ, deyərdim ki, daha çox işə götürənləri maraqlandırır. Söhbət kvota iş yerlərindən gedir. Kvota iş yerlərini artıq işə götürənlər öz şəxsi kabinetlərində belə deyək, kvota iş yerlərinə dair məlumatları daha ətraflı görürlər. Burada biraz açardıq bu funksionallığı ki, tam olaraq yenilik nədən ibarətdir və işə götürənlər hansı məlumatları artıq öz şəxsi kabinetlərinə daxil olmaqla görə bilirlər. Aydındır. Mən ilk növbədə kvota iş yerlərinin bu yeni tətbiq nədir, o barədə məlumat verməmişdən öncə ilk növbədə kvota nədir anlayış olaraq bildirim. Yəni, kvota sosial müdafiə xüsusi ehtiyacı olan şəxslərin işlə təmin edilməsi üçün şirkətin nəzərində müəyyən edilmiş müəyyən iş yerləri sayıdır. Niyə müəyyən edilmiş iş yerləri sayı deyirəm? Çünki kvota iş yerləri hər bir işə götürülən xas olaraq iş yerləri deyil.
Kvota müvafiq olaraq qanunvericilikdə işçinin orta illik sayı, siyahı sayı 25-dən yuxarı olan işə götürənlər üzərində tətbiq edilən bir sistemimizdir. Burada faiz dərəcələrinə əsasən formalaşır kvota iş yerləri. İşçinin orta illik sayı 25-dən 50 olan işə götürənlərdə 3%, 50-dən 100-ə də 4%, 100-dən yuxarı olan şirkətlərdə isə 5% miqdarında kvota iş yerləri müəyyən edilir. Tətbiq edilən faiz dərəcələrinin də 50% nisbətində, yəni yarı hissəsi isə 50 müəyyən edilmiş şəxslər üçün olan iş yerləri olmalıdır. Bizim yeni tətbiq etdiyimiz əmək və məşğulluq alt sistemində sizin də vurguladığınız kimi kvota iş yerləri ilə bağlı bir alt bölməmiz istifadəyə verilmişdir. Bu kvota bölümünün mahiyyəti ondan ibarətdir ki, artıq əvvəllər deyək ki, işə götürənlər müəyyən hesablamaları kağız üzərində və ya digər hər hansı bir vasitələrlə orta illik siyahıları müəyyən edilirdi və onun əsasında hər il kvota iş yerləri müəyyən edilirdi. Artıq bunu real vaxt rejimində işə götürənlər öz şəxsi kabinetlərinə daxil olmaqla artıq sistemin özü tərəfindən formalaşdırılmış qaydada öz kvota iş yerləri barədə məlumatları izləyib hesabatlığı təmin edə bilərlər. Burada əsas nəticə, yəni işə götürən həm kvota iş yerləri ilə paralel daxil olur öz şəxsi kabinetinə, artıq o kvota iş yerlərini tam olaraq öhdəliyini yerinə yetirib yoxsa yerinə yetirməyib ilə tanış ola bilir və bunun əsasında iş yerləri açma, yeni iş yerləri açma öhdəliyi olduğunu görə bilir və bunun nəticəsində də sosial müdafiə xüsusiyyəti olan şəxslərin işlə təmin edilmə prosesini də həyata keçirə bilirlər. İşə götürən öz şəxsi kabinetinə daxil olduqda orada hansı məlumatları görür öz əməkdaşlarına dair? Cari vəziyyətdə belə deyim, kvota iş yerləri ilə bağlı ümumi olaraq 3 istiqamətdə bölmə aktivdir. Yəni, öz əməkdaşları ilə bağlı bütün sosial müdafiə xüsusiyyəti olan şəxslər hansı şəxsin hansı kateqoriyadan olduğu ilə daha geniş və ətraflı şəkildə tanış ola bilirlər. Ümumi olaraq onun işə götürənin özünün orta illik sayı, həmin işə götürən nə qədər kvota iş yeri təyin olub, həmin məlumatları görür və ya ümumiyyətlə onda öncədən çalışan şəxsləri varsa onların sosial statusları barədə məlumatlarla tanış ola bilir və növbəti dəfə artıq hansı ki, əgər kvota iş yerini öhdəliyini ödəməyibsə də, hansı kateqoriyadan şəxslər götürməlidir, həmin öz şəxsi kabinetində də həmin bölmədən istifadə etməklə onunla tanış ola bilir ki, bunun əsasında həm özü real vaxt rejimində artıq bilir ki, hansı istiqamətdə hansı şəxsi işlə təmin etməlidir, sosial status olaraq bunu planlaya bilir və həm də ümumi olaraq ona müraciət etdiyi və götürdüyü şəxslərdən belə deyək, hər hansı bir elektron vasitə ilə, hər hansı bir kağız üzərində sənəd tətbiq etmədən belə real vaxt rejimdə elektron sistem vasitəsilə şəxslərin məlumatları da tanış ola bilir ki, götürdüyü şəxsin sosial statusu hansı kateqoriyaya aiddir. Bir növ öz əməkdaşlarının sosial cəhətdən hansı qrupa aid olduqları ilə bağlı mənzərəni görə bilir daxil olduqda ki, onun əməkdaşları hansı qruplara aiddir. Vüqar bəy, bu yeni funksionallıq tam olaraq işə götürənlərə və ümumilikdə prosesin gedişatına hansı üstünlükləri gətirir? Ümumi olaraq işə götürənlərə nisbətdə dediyim kimi əvvəllər kağız üzərində ola bilirdi hesablamalar. Artıq işə götürənlər bu sistemin vasitəsilə hər hansı bir kağızdan istifadə edilmir. Müəyyən real vaxt rejimində, yəni indi istənilən vaxt daxil olaraq canlı mənzərəni öz şəxsi kabinet vasitəsilə görə bilirlər. Yəni öhdəliklərini görə bilirlər, nə qədər kvota iş yerləri onda çalışan şəxsləri görə bilirlər, nə qədər şəxs götürməlidir onlarla tanış ola bilirlər. Öz sizin də vurguladığınız kimi cari vəziyyətdə işçiləri çalışırsa onların hansı kateqoriyadan olduğunu real vaxt rejimdə görürlər, əlavə bir hər hansı sənəd tələb etmirlər, yəni sənədləşmə prosesi aparılmır. Bu şəkildə onun üstün tərəflərindən görə bilirlər. Əla, artıq işə götürənlər yəqin ki, məlumatlıdırlar bu proses barədə, istifadə edə bilirlər də. Artıq indiki cari vəziyyətdə onların şəxsi kabinetlərinə girib bu bütün məlumatları görə bilirlər, düzdürmü? Bəli, yəni artıq istifadəyə verilibdir. Yəni bununla paralel şəkildə də özləri şəxsi kabinet bölməsində məşğulluq istiqaməti bir bölməmiz var. Daxil olduqda həmin bölmə vasitəsilə kvota iş yerləri barədə məlumatla tanış ola bilirlər və əlavə olaraq da bildiyiniz kimi regional məşğulluq filiallarımız var. Həmin filiallarda olan həmkarlarımız vasitəsilə işə götürənlərin maarifləndirilməsi prosesi mütəmadi şəkildə aparılır. Həmin maarifləndirilmədə artıq sizin vasitənizlə məlumatı veririk. Artıq bizim əməkdaşlarımız da, həmkarlarımız da işə götürənlərlə əlaqə saxlayaraq yeni bir sistemin olduğu və bu barədə ətraflı şəkildə də məlumatlar verə bilirlər. Bu məsələ ilə bağlı son olaraq bunu da soruşmaq istəyirəm. Biz bilirik ki, kvota iş yerlərinin, belə deyim də, işə götürənlərin həmin öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə Dövlət Məşğulluq Agentliyi tərəfindən də nəzarət edilir, mütəmadi olaraq monitorinq aparılır elə əmas üzərindən ki, hansı işə götürən üzrə vəziyyət necədir? Bu hissədə bizim işimizi necə asanlaşdırırmı?
Əlbəttə, yəni belə deyim, yenə də ilk əvvəl başlığa qayıtdıqda, əvvəl belə bir müəyyən bir sistemlər vasitəsilə bu istiqamətdə nəzarəti mütəmadi şəkildə biz paralel şəkildə aparırdıq. Artıq yeni sistemin istifadəyə verilməsi isə həm qarşı tərəf artıq işə götürən qarşı tərəf dediyim kimi, yəni özü də real mənzərə ilə tanış ola bilir. Artıq öhdəliyini sistem tərəfindən hər hansı bir fiziki şəxs və ya fiziki bir müdaxilə olmadan, kimsə ona hesablamadan məlumatları təqdim etmir. Artıq elektron qaydada sistem özü formalaşdırır, işə götürən özü sistemdə tanış olur və onun əsasında biz də hər aylıq deyim, ya gündəlik deyim, real vaxt rejimdə istənilən vaxtda hansı işə götürəndə nə qədər kvota iş yeri olduğunu müəyyən edə bilirik. Hansı işə götürən artıq aylıq öz kvota öhdəliyini yerinə yetirmiş tam olubdur. O barədə məlumatları da real vaxt rejimində nəzarət vasitəsilə müəyyən edə bilirik. Vüqar bəy, fürsətdən istifadə edərək istəyirəm həm məqsədli proqramlardan, eyni zamanda kvotadan əlavə iş yerlərindən də danışaq. Elə birinci məqsədli proqramlardan danışaq. Artıq bir müddətdir ki, bu müsabiqə üzrə elan verilmişdi. Müraciətlər də bildiyim qədərilə var. Necə gedir bu proses? Məqsədli proqramlar ümumiyyətlə nədir? Ola bilər ki, elə şəxslər var, onların xəbəri yoxdur bu müsabiqədən. Hələ ki, müraciət necə ki var, biz məlumat verək. Aydındır. Burada da məqsədli proqramlar da agentliyin fəaliyyət istiqaməti çərçivəsində aktiv məşğulluq tədbirlərimizdən biridir. Bu proqram yeni artıq bildiyiniz kimi istifadəyə verilmişdir. Müraciətlər daxil olmuşdur. Aktiv məşğulluq proqramı olaraq məqsədli proqramlarda birbaşa olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin işlə təmin edilməsi üçün işə götürənlər tərəfindən formalaşmış bir aktiv layihələrimizdən, yəni tədbirimizdir kimi qeyd edə bilərik. Burada müəyyən qanunvericiliyin tərəfləri var. Son bir ildə fəaliyyəti olan, müraciət dövrə vergi və digər sosial ödəniş borcları olmayan, Məşğul haqqında Azərbaycan Respublikasının qanununa əsasən müəyyən iş yerləri barədə məlumatları Əmək və Məşğulluq Sistemi vasitəsilə Vakansiya Bankına təqdim edən, işçilərin sayını azaltmayan və ya ixtisar etməyən işə götürənlər proqramda müraciət edə bilirlər. Yəni bu çərçivədə də işə götürənlər proqrama müraciət edir. Qanunvericiliyin sadaladığım tələblərinə və müəyyən bir hissədə layihə çərçivəsində olan tələblərə cavab verdiyi təqdirdə agentlik tərəfindən müəyyən prioritet iqtisadi sahələr olmaq şərtilə iqtisadi fəaliyyət növünə görə iş yerlərinin dəyişməyi şərti ilə 75%-ədək yaradılacaq iş yeri maliyyə vəsaiti agentlik tərəfindən işə götürənə ödənilir və bunun çərçivəsində də işə götürənlər iş yerləri yaradırlar və qeyd etdiyimiz kimi sosial müdafiə xüsusi ehtiyacı olan şəxslərin əmək bazarına qaytarılmasında da bu proqram vasitəsilə də dəstək olurlar. Biz kvotadan danışdıq, kvota üzrə iş yerləri üzrə tətbiq olunmuş yenilikdən danışdıq. Bir də var kvotadan əlavə iş yerləri. Bu da yeni, belə deyim, elanı verdiyimiz, yeni start verdiyimiz bir aktiv məşğulluq istiqamətidir. Kvotadan əlavə iş yerlərinin maliyyələşdirilməsi proqramı üzrə işlər necə gedir? Kvotadan əlavə iş yerlərimiz də bizim məqsədi proqramlar kimi aktiv məşğulluq tədbirlərimizdən biridir. Burada da ilk biz kvotadan danışdıq. Kvotadan əlavə iş yerləri mahiyyət olaraq elə birbaşa olaraq kvotadan iş yerlərinin davamı olaraq kvotadan əlavə iş yerləri gəlir. Bunun məqsədi nədən ibarətdir? Sosial müdafiə xüsusi ehtiyacı olan şəxslərin işlə təmin edilməsinə, ümumiyyətlə əmək bazarına qaytarılmasında həm onların əmək bazarına sürətli şəkildə qaytarılması, həm də işə götürənlərin qeyd olunan kateqoriya olan şəxslərin birbaşa olaraq işlə təmin edilməsinə stimullaşdırmaq, həvəsləndirmək məqsədi ilə olan bir layihəmizdir. Kvotadan əlavə iş yerləri mahiyyət etibarı olaraq hər hansı bir ki, deyək ki, işə götürən öz kvota yerini, öhdəliyini, yerini deməyim, çünki kvota iş yerləri məcburi xarakteri daşıdığından öhdəliyini yerinə yetirdikdən sonra kvotadan əlavə iş yerlərinə müraciət edə bilirlər. Kvotadan əlavə iş yerlərində ümumi olaraq əsas şərtimiz qanunvericiliyin tələbi ondan ibarət ki, işə götürən birbaşa olaraq öz kvotasını, öhdəliyini yerinə yetirsin. Kvota öhdəliyini yerinə yetirdikdən sonra isə kvotadan əlavə iş yerləri üçün müraciət edə bilərlər. Burada kvotadan əlavə iş yerlərində əlavə üstünlük nədən ibarətdir? İşə götürənlər götürəcəyi şəxsləri, sosial müdafiə xüsusi ehtiyacı olan şəxslərin sosial statusuna görə onların ödənişləri, yəni maliyyələşmə tərəfi Dövlət Məşğul Agentliyi tərəfindən 24 ay müddətində şəxsin sosial status dərəcəsinə görə dəyişmək şərti ilə agentlik tərəfindən maliyyələşdirilir. İşə götürənlər də həmin müddətdə götürdüyü əmək müqayisəsi bağladığı şəxslə əmək müqayisəsi qüvvədə olmalıdır ki, bu proqramdan yararlana bilsin və aktiv şəkildə bu proqramın mahiyyətindən istifadə edə bilsin. Əslində bu proqram həm işə götürən üçün faydalıdır, həm də elə o sosial cəhətdən həssas qrupa aid olan şəxs üçün və əslində dövlət tərəfindən də mühüm bir dəstək tədbiridir hər iki tərəf üçün. Həm məqsədli proqramlar, həm də kvotadan əlavə iş yerlərinin icrası bu kateqoriyada olan şəxslərin məşğulluğunun təmin olunmasında hansı rolu oynayacaq? Necə bir, belə deyək, fayda gətirəcək? Hər iki proqram mahiyyət etibarilə birbaşa olaraq həm işə götürənləri qeyd etdiyiniz kimi
qeyd edilən sosial müdafiə xüsusiyyəti olan şəxslərin əmək bazarına qaytarılmasında stimullaşdırır, həvəsləndirir. Həm də ki, vətəndaşlarımızın da birbaşa olaraq təcrübə, yeni iş yerləri vasitəsilə əmək müqaviləsi bağlamaqla əmək bazarına sürətli inteqrasiyasına, inklüziv baxımdan iş yerlərinin formalaşmasına, həmin iş yerlərində çalışmasına mühüm rol oynayırlar. Vüqar bəy, sadaladığımız bütün proqramlar işə götürənlərlə birgə həyata keçirilir əməkdaşlıq çərçivəsində. Ümumiyyətlə, Dövlət Məşğulluq Agentliyi tərəfindən işə götürənlərlə əməkdaşlıq hansı mexanizm üzərində qurulub və başqa hansı onlar üçün məhz işə götürənlərlə əməkdaşlıq edilməklə icra olunan aktiv məşğulluq istiqamətləri var? İlk növbədə mən əsas istiqamət olaraq vakansiya bankından məlumat vermək istərdim. Çünki işə götürənlə agentlik arasında və ümumiyyətlə vətəndaşlarımızın iş axtaran və işsiz şəxslərin işlə təmin edilməsində əsas rolu oynayan tərəfimiz vakansiya bankıdır. Vakansiya bankı vasitəsilə işə götürənlər qanunvericinin tələbinə uyğun olaraq 5 iş günü ərzində yeni iş yeri yarandığı və ya boşaldığı andan məlumatları Əmək və Məşğulluq sistemi ilə vakansiya bankına verməlidir və bunun əsasında əməkdaşlığımız əsas istiqamət o çərçivədə başlayır. Ümumi olaraq aktiv məşğulluq tədbirləri çərçivəsində isə sosial iş yerləri üzrə əmək haqqının bir hissəsi maarifləşdirməsi proqramından qeyd edə bilərik ki, bu da işə götürənlər agentliyin müəyyən əməkdaşlıq çərçivəsində mühüm rol oynayan bir aktiv tədbir kimidir. Burada da əsas məqsəd işə götürənləri iş yerləri yaradılmaq məqsədi ilə agentlikdə qeydiyyatda olan iş axtaran və işsiz şəxslərin işlə təmin edilməsidir ki, həmin şəxsləri qanunvericinin tələbinə uyğun olaraq 6 aydan 24 aya qədər müqavilə müddətinin yarısı müddətində əmək müqaviləsinin yarısı, hansı müddət əmək müqaviləsi bağlayırsa, minimum 6 ay tələb olmaqla, maksimum 24 ay olmaqla, onun yarı müddətində 50% qismində əmək haqqı və ona daxil olan digər sosial ödənişlərlə ödəməklə dəstək göstəririk. Daha sonra əmək yarmarkalarımız var. Əmək yarmarkaları vasitəsilə də burada həm vətəndaşlarımız, həm də işə götürənlər tərəfi aktiv şəkildə istifadə edirlər. Əmək yarmarkaları vasitəsilə və işə götürənlər birbaşa o müsahibələr təşkil etməklə onlara müraciət edən şəxslər yerində müsahibələr olur. Vətəndaşlar da artıq işə götürənə müraciət etdikdə bəzən olur ki, yerindəcə işlə təmin edilmə olur, bəzən olur ki, ümumi olaraq real əmək bazarının vəziyyəti barədə məlumat alırlar və o çərçivədə özlərinin təkmilləşdirmə tərəfində də prosesləri aparırlar. Qeyd edilən digər proqramlarımızı artıq daha ətraflı məncə danışdıq. Məqsədi proqramlardır, kvotadan əlavə iş yerləridir, kvota iş yerləridir ki, bu çərçivədə artıq agentliklə işə götürən arasında əməkdaşlıq sıx şəkildə təşkil edilir. Kifayət qədər məşğulluq tədbirləri var, məhz işə götürənlərlə birgə həyata keçirilən və biz bilirik ki, bu proses dayanmır. Mütəmadi olaraq yeni layihələr, yeni istiqamətlər olur ki, bu çərçivədə də əməkdaşlıq edilir. Düzdür, ilin sonuna az qalıb, qarşıdakı dövrdə ola bilər ki, növbəti ilin əvvəllərində elə hansı yeniliklər gözlənilir məhz işə götürənlərlə əməkdaşlıq sahəsində? Ümumi olaraq qeyd edərdim ki, bu son proqramlarımız artıq yeni proqramlardır. Növbəti illərdə də artıq bundan sürətli şəkildə istifadəsini biz fikirləşirik ki, işə götürənlər daha maraq cəlb edəcəklər. Növbəti illər yenidən biz əmək və məşğulluq sistemində müəyyən dəyişiklikləri nəzərdə tuturuq ki, sırf işə götürənlərlə bağlı olan hissələr olacaqdır. Aktiv məşğulluq tədbirlərinin birbaşa olaraq elektron sistemlər vasitəsilə müraciətlərin qəbulu, müraciətlərin baxılması və əlavə olaraq da yeni hansı ki mövcud mexanizmlərimizin aktiv məşğulluq tədbirlərinin işə götürənə nisbətdə olan hissələrin təkmilləşdirilməsi, vətəndaşlarımıza nisbətdə olan hissələrin təkmilləşdirilməsi istiqamətində müəyyən növbəti ildə də artıq özümüzə aid hissələrdə tədbirlər planlarımızı formalaşdırmışıq ki, həmin planların icrasını təmin edəcəyik. Təşəkkür edirəm Vüqar bəy, gəldiyiniz üçün və ətraflı məlumatlar üçün. Biz də öz növbəmizdə sizə təşəkkür edirik belə şərait yaratdığımız üçün. Biz də öz növbəmizdə ümumi olaraq Dövlət Məşğulluq Agentliyi olaraq işə götürənləri bayaq sadaladığımız bütün aktiv məşğulluq tədbirlərindən yeni istifadəyə verilən kvotadan əlavə iş yerləri, məqsədi proqramlardan istifadə etməyə bir daha çağırırıq. Əlavə olaraq kvota iş yerləri ilə bağlı yeni sistemimiz istifadə verildi. Onunla bağlı hər hansı sual olduğu təqdirdə ümumi olaraq agentliyə, agentliyin regionlarda olan regional məşğulluq filiallarına, xidmət şöbələrinə, dost mərkəzlərinə, 142 çağrı mərkəzinə hər hansı bir suallar olduğu təqdirdə ünvanlamağı xahiş edirik ki, biz də bu sualları rahat şəkildə ümumi olaraq işə götürənə dəstək xarakterli cavablandırmağa hazırıq. Minnətdaram sizə, təşəkkür eləyirəm. Əslində haqqında danışdığımız bütün bu istiqamətlər bəli işə götürənlərin fəaliyyətinin dəstəklənməsinə və eyni zamanda işsiz və iş axtaran şəxslərin məşğulluğunun təmin olunmasına yönəlib bu istiqamətlər üzrə əməkdaşlıq edilməklə həm də dövlət özəl sektor əməkdaşlığını daha da genişləndirmək olar. Məşğulluq sahəsi ilə bağlı digər xidmətlərimiz barədə isə ətraflı məlumatları saytımız və sosial şəbəkə hesablarımız, eyni zamanda Dost TV vasitəsilə əldə edə bilərsiniz. İş saatında bizim sizə bu həftəlik çatdıracaqlarımız bu qədər. Növbəti həftə yenə görüşəcəyik fərqli bir mövzu ilə. Özünüzü qoruyun. Hələlik.